Bax, indi belə xəbər eşidib necə sevincindən atılıb düşməyəsən. Bax, indi belə bir xəbər eşidib necə dünyanın ən xoşbəxt insanı olmayasan. Necə özündən qürur duymayasan. Bax, bunu kimsə mənə izah etsin. Biraz əvvəl bir qız mənə zəng edib. Deyir ki, Sahil bəy, mən 11-ci sinifi bir il bitirdim və ali məktəbə qəbul imtahanında yüksək bal topladım. Deyirəm ki, çox gözəl, əla, təbrik eləyirəm və ardınca deyir ki, buna görə mən sizə borcluyam. Deyirəm ki, yaxşı, ali məktəbə qəbul imtahanında yüksək bal toplamısınız. Mənə niyə borclusunuz da, mən nə iş görmüşəm? Deyir Sahil bəy, mən dərslərimə yaxşı hazırlaşmırdım. Biraz da sonra utandı. Deyir, utanıram, üzr istəyirəm, olar bir dənə də şəxsi söz deyim. Deyirəm ki, denən. Deyir, Sahil bəy, mən orta məktəbdə 9-cu sinifdə bir oğlana bağlandım deyir. Oğlana bağlanandan sonra deyir, mən dərslərimə yaxşı hazırlaşmadım da, oxuduğum da deyir, yadımda qalmırdı. Deyir, mən sizin hekayə terapiya kitabınızı, anam deyir, sizin hekayə terapiya kitabınızı aldı verdi mənə. Və sizin hekayə terapiya kitabınızı alıb oxuyandan sonra mənim həm deyir, psixoloji problemlərim o sevgi məsələlərindən bağlı, onlar yox olub getdi. Həm özümlə qürur duydum, fəxr etdim. Həm də ki, dərslərimə daha yaxşı hazırlaşdım. Mən deyir, dərslərimi oxumurdum. Sizin o kitabınız deyir, məni elə bil ki, dərslərimi oxumağa ruhlandırdı, həvəsləndirdi. Nə bilim, kitabınız deyir, məni yerindən yaratdı. Və deyir, mən sizin o kitabınızın sayəsində getdim, ali məktəbə qəbul imtahanında yüksək bal topladım. Buna görə deyir, sizə təşəkkür edirəm. Sonra anası telefon alıb mənə təşəkkür edir. Deyir, Sahil bəy, çox sağ olun, yazan əlləriniz var olsun. Sizin kitabınızı deyir, mən də çox sevirəm. Yəni, bax, belə bir xəbəri eşidib, belə möhtəşəm bir xəbəri eşidib, necə dünyanın xoşbəxt olmayasan, necə bunu el aləmlə bir eləməyəsən, bax, bunu kimsə mənə desin. Bax, mən ona görə bu kitabımı çox sevirəm. Çox sevirəm bu kitabımı. Mən ona görə istəyirəm ki, bu kitabımı bütün Azərbaycan alsın. Çünki bu kitab deyil. Artıq minlərlə oxucumun sevincinə səbəb olan bu kitabı mən böyük məsuliyyətlə, başımla cavab deyim ki, bu kitab deyil, bu kitab xəzinədir. Özü də dünyanın ən dəyərli xəzinəsidir. Vəssalam, sevgilər, o gözəl qızı da təbrik edirəm. Vallahi ürəyim dağa döndü.